Bəs yaxud Ruslan Mehdi maaş vermirsə, sən niyə verməmsən? Ay Özür Hüseyin, ay Mehdi Mustafa Eldəniz, niyə verməmişsiniz ki? Salam, hər vaxtınız xeyir olsun. Mən Ruslan Mehdi, Bay Ruslan Pizzanın sahibi. Son günlər sosial media hesablarında, xəbər portallarında bayramda səsləndirilən fikirlər haqqında bir açıqlama video çəkmək qərarına gəlmişəm. Çünki bu səsləndirilən fikirlər ilk öncə məni bir insan olaraq, ikinci növbədə isə bir sahibkar olaraq çox narahat edir. Məsələ də bundan ibarətdir ki, bir qrup şəxs iddia edir ki, Bay Ruslan Pizzada işləyirlər və son 3 aydır maaşlarını ala bilmirlər. Bu maaş mövzusu da cəmiyyət üçün bir, Azərbaycan xalqı üçün bir həssas mövzu olduğu üçün təbii olaraq həmin xəbər portalı paylaşımından sonra təbii olaraq mən İsrail qınağa tuş gəlirəm. Məsələ burasındadır ki, niyə məhz mən? Təhsil niyə məhz mən? Əgər o işçilərin iddia etdiyi kimi Bay Ruslan Pizzada çalışıb və son 3 aydır maaşını ala bilmirlərsə, bunun təhsil səbəbkarı və günahkarı mən olmalı deyiləm. Halbuki həmin işlər hər hansı bir alacaqları yoxdur. Yəni, onların maaşları obyekt bağlanandan sonra müvafiq qaydada hesablanıb verilir. Amma burada maraq tərəfi olur ki, həmin işçilər yalnız məni günahlandırır. Nəzərə çatdırmaq istəyirəm ki, Bay Ruslan Pizza 28 may filialında və Əhmədli filialında bir çoxsunun bildiyi kimi şəriklik təməl əsasında fəaliyyət göstərir. Və orada işləyən işçilər də, bugündən mənim bayramda şəhid edən işçilər də hamısı çox yaxşı bilirlər ki, işlədikləri yerin sahibi təkcə Ruslan Mehdi deyil. Bərabərində Orzov Hüseyin və Mustafa Eldənizdir. Bunu necə bilirlər? Həmin şəxslərin dəfələrlə obyekti gəlməklərində, gəldiklərini görərək. İkinci məsələ iclaslarda. Üçüncü məsələ, bu adam açılışda adi bir dənə misal deyim, Mustafa Eldəniz hər ikisi 50 manat pul paylamaqlarından. Sonra açılış videolarında özünüz görə bilərsiniz. Adamların söz yemişəm, ona qədər. Sonra şəhidlərimin ofisdən üzü gülərək ayrı hesabatından sonra gəlir cibinə qoyub üzü gülərək oradan çıxdım, gördüklərindən deyirəm. Sonra o həmin şəhidlərimin təkliflərini dəfələrlə mənə etdiyi təkliflərinin şahidi olduqlarına əsasən deyirəm. Yəni bunlar hamısını görüb, agah olub, bilən bir şəxslər nədənsə bu günlərin maaş borcunu, maaşını yalnız məndən tələb etməyə başlayıb. Məndən tələb edən olublar. Mustafa və Eldəniz və Orzov Hüseyin yox. Onlardan soruşuram ki, yaxşı, deyirsiniz ki, maaşımız var. İddia edirsiniz ki, maaşımız var. Mən maaşımı alanmamışam. Deyirəm, lap yaxşı. Sən iddia etdiyi, tamam, inandım sən, belə deyil. Bəs yaxşı, məndən niyə tələb etsən? Orzov Hüseyin və Mustafa Eldəniz. Biz onu tanımamışıq. Deyirəm, niyə tanımamısan ki? Deyir, biz səni görmüşük. Bəs deyirəm, yaxşı, tanımamısansa, məndən sonra, mən obyektdən qeyri-qanuni şəkildə uzaqlaşdırandan sonra sən obyektdə necə qalıb işləmirsən? Kimdən qalıb işləmirsən? Seydən, Fazil ilə işləmirsən, yəni Orzov Hüseyin ilə işləmirsən da və yaxud da Mustafa Eldəniz ilə işləmirsən. Həmin obyektin açılışında lenti kim kəsib? Mustafa Eldəniz kəsib, bəli. Tanımısan onu? Tanımısan. Yəni, məsələ burasındadır ki, bunun da edilmə səbəbi, bir də maraqlı məqam var burada. Bayramda şəhid edilən şəxslərin hamısı mən uzaqlaşdıqdan sonra köhnə şəhidlərlə, köhnə obyektimlə qalıb işləmək qərarı verən şəxslərdir. Və həmin şəxslərdən başqa heç bir şəxs, heç bir işçi, yəni bağlanana qədər, Bay Ruslan Pizzaya bağlanana qədər 50-dən yuxarı şəxs rəsmi şəkildə fəaliyyət göstərirdi. Bugün mən orada uzaqlaşdırandan sonra o işlərin yarısı orada işləmək qərarı vermirlər. Təxminən yarısı işləmək qərarı verir və maraqlı sonrasındadır ki, və həmin şəxslər şikayət edir mənə ancaq. Və ancaq hədəf kimi məni qoyurlar. Və burada düşən əsas səbəblərindən biri də ki, burada məsələlər ondan ibarətdir ki, bununla mənim köhnə şəhidlərim hədə-qorxu yollarına çox güman ki, çünki bu öz əksini tapdıran bir material paylaşılmışdır bir-iki gün bunu əmək hansısa bir xəbər portallarının birində onu tapıb yerləşdirirəm bura. Kim qalar işləyər, kim məndən davam eləmək istəyər, qalar bir orada təbii edənlə qərar verirlər ki, kimlə işləməsin, kimlə işləməsin. Yəni ürəklə qalmaq istəyən qalsın da, yəni nə bilim gözlüyüm, Ruslan haranızı açacaqdır, sonra gedəcəm Ruslanın yanına, ondan sonra məndən düşman olacaq. Yəni biləsiniz, mən də istəmirəm ki, nəsə düşman çalım olsun. Mən heç kimi sürəklə eləmək istəmirəm, amma burada işləyib, sonra buradan Ruslanın yanına keçən onlardan mənim düşmanım olacaq. Onu mən sizə deyirəm ki, biləsiniz, mən heç kimi düşman çalım eləmək istəmirəm. Bura nə olacaq? Elə həmən nə görürsünüz, nə var, hamısı eləcə də işləyəcək.
Və həmin işləri mən düşünürəm ki, köhnə şəhidlərim hədə qorxu yolu ilə mənim üzərimə, mənim əleyhimə şikayət verilməyə yönləndirilir, təhrik edilir, tələb olunur. Yəni, bundan sonra da həmin şəxslər məni polis orqanlarına şikayət edir, yalan ifadələrlə, hər hansısa bir sübut olmadan, əsas olmadan, sənəd olmadan, bir, əməl müfəttişdən şikayət edir, eyni qaydada. Üç də ki, bu xəbər portalları qaynar xəttinə. Hər hansısa bir əsas və sübut və material yoxdur əllərində. Və ancaq da mən. Və bu azmış kimi, orada Orucov Hüseynin birbaşa tanışı olan şəxsidən tanıdığı bir şəxs, işçi, Baxşıqı Günay, işçilərin adından bizim əməl müqaviləniz xitam vermək üçün ərizə yazı mesajına, bütün personal adından digər şəxsin telefonunu götürərək, bütün personal adından mesaj yazaraq cavablandırması belə bu işlərin yönləndirilməsinin göstəricisidir. Sonra ikinci məsələ. Buradan bunları dedim sizə, çox digər məsələ. Bu işlərdə ki, əsaslanırlar ki, Ruslan Mehdi öz ifadələrini deyirlər. Əgər bizim maaşımızı veribsə, zəhmət olmasa, maaşı verdiyini sübut edəsin bizə. Və bunların da hamısı bərabərində çox yaxşı bilirlər ki, Ruslan Mehdinin bunların maaşını verən sənədlərin hamısı mənim ortaqlarımın, köhnə ortaqlarımın tapşırığı əsasında məhv edilib. Ofisdən çıxarıb məhv edilib. Onunla bağlı görüntülər var məndə və həmin məhvdə iştirak edən işçinin etirafı da var məndə. Onu da yerləşdirirəm bura. Bugün də mənim qulağıma bir söz çatdı. Sənə ofis zadı təmizlətdirib eləyiblər, nə məsələdir? Necə yəni ofis təmizlətdiriblər? Ofisdə mənim sənədlərimi, mənə aid olan sənədləri adam sənə təmizlətdiriblər. Ellərinizmişdə. Kim necə? Sənədlər zatlar. Burada və sübutlar əldən qaldırılandan sonra başlayır onları yönləndirilir bir şəkildə işçilər mənim əleyhimə şikayətə və bərabərində burada mənim sənədlərim məhv edilir. Bunlar hamısı öz başlanılıqdır. Bir tərəfdən də orada işçilər hətta qorxu gəlinir. Yəni bunlar hamısı yəni sizin görməyən tərəflərinizdir. Bir söz var, icebergin görünməyən tərəfləri. Və yekunda da udar altına mən qoyuram ki, 5 nəfərə, 10 nəfəri hər hansı bir yolla üzərimə gətizdirib, şikayətə sövq etdirib, şikayətə təlimatlandırıb, üzərimə çıxardılar ki, Ruslan Mehdi maaş verin. Bəs yaxşı, Ruslan Mehdi maaş vermirsə, sən niyə verməmsən? Ay Orucov Hüseyin, ay Mehdi Mustafa Eldəniz, niyə verməmişsiniz ki? Yoxsa həmin dövrdə həmin işlərin alın təri ilə, əziyyəti ilə satışdan gələn gəlir cibizə qoymadınız? Ay Yada, ay Arsey, Vadim, ay nə bilim Kənan, ay nə bilim Qafar, ay nə bilim Ağgül bibi, telefonu Günay verəndə yaxşı Kənan yaz, yaxşı, bir dənə şikayət eləmişsən mənə. Ay nə bilim Gülbət xanım, sizin alın tərinizlə, əlinizə əməyi ilə orada iş gedib, yaxşı iş olur, sizin əziyyətiniz nə oldu, reslajı zənciri var idi da. İş yaxşı idi, pul qazanıb, onlar cibinə qoyanda, yaxşı idi, maaş istəmə gələndə, onlarda istəyən pisdir, gəlin azı məndən istəyirsiniz, gücün azı mənə çatır, onları şikayət edə bilmirsiniz. Niyə? Onlar çox öz başlanılar ediblər, yəni çox sizə hədə qorxu gəliblər. Düşünürsünüz ki, biraz da eləsəniz, sizi də mənim gülmə salarlar, mənim bizneslərimdə aldığı kimi, mənim bu qədər başqa şeylərlə borclandırdıqları kimi, sizi də narahat qorxusuz ki, sizə nəsə eləyərlər. Əslində eləyə bilərlər, çünki təbii olaraq bir adamın öz başlanığı cavabsız qalırsa, o adam əlbəttə qanuniyyəti sayılır. Müqaviləsi məndə olan adamı götürüb işlədir, sonra atıram, belə deyim. Məndə müqaviləsi mənə aid daha, vergisini desinəsini mən verib, edib Orucov Hüseyinə Mustafa Eldənizə işləyib. Bir, ikincisi, işçi orada hədə qorxu gəlib, özümə qayıb gələn hədə qorxumu qoyuram kənara. Üçüncüsü, şirkətimə aid sənədlər, möhür kimi bir şeyi, möhür, məhkəmə qərarı ilə sayma aldığı, notebook'u belə məhv etdirən adam bu qədər qanunsuz hesab sayırsa, rahat şəkildə məhv etdirə bilirsə, halbuki bunun üstünə məhkəmə qərarı, o əşya üzərinə həbs qoymalıdır. Həmin sənədləri məhv etdirdiyi adamı da icra məmurunun həbs qoymalı, yəni icra məmurunun qabağına çıxartdırıb, üzərində həmin akta yazıtdırır ki, burada notebook yoxdur, altdan onu məhv edən adam özü imza atdırır ora. Yəni bu qanunsuzluqlara baxın, yəni
Adamlar o qədər işçini bunlar altına qoyurlar. Yəni, mən də istəmədim 2 nəfər işçidən məhkəməli olmuşam. Yəni, bu qədər söhbətin içində 20-dən yuxarı şəxsi qurban etməyə mənim olan davasının qurbanları da artıq olar. Və bərabərində də ki, başqa-başqa öz başlarında 20-dən artıq işlərə hədəf oxu gəlmək, sonra onların müqaviləsi mənadi olduğu halda özlərində qeyri-qanuni şəkildə işlətmək. Düşünürəm ki, bu şəxslərin arxasında kimləri varsa, nəyəsə güvənirlərsə, bunları eləyirlər və düşünürəm ki, bunlar haqqında da müvafiq ölçülər götürürlər. Sağ olun, ümid edirəm ki, fikrimi sizə çatdırmış oldum. İnşallah ki, sizə də uğurlar arzulayıram, siz də mərdimazan insanlardan uzaq olasınız.